Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Putinlə Paşinyanın söz dueli. Ermənistan qarşıdurma poligonuna çevrilir. Rusiyadan Naxçıvan açıqlaması. Artıq Bakı və Ankara başladı. Putin bunu istədi. Paşinyan açıq şəkildə rədd etdi. Rusiya Ermənistana Azərbaycana görə təşəkkür etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri seçkilərə hesablanmış gedişidir. Paşinyan Putinlə görüşdə iki hədəfə nail olmaq istəyirdi. Birincisi, seçki öncəsi Rusiya ilə münasibətləri normallaşdırmaq, ən azı daxili auditoriyaya Putinlə problemin olmadığı mesajını vermək. İkincisi, Rusiyanın seçki prosesinə müdaxiləsini neytrallaşdırmaq. Seçki öncəsi gərginliyin kəskinləşməsi fonunda Putinlə təmasların davam etdiyi pozu Paşinyan hakimiyyətinə lazımlı görünür. Çünki Ermənistan hakimiyyətinin əsas opponentləri Moskva ilə dərin əlaqələrə malikdir. Putinlə şəxsi dostluğu olan Robert Köçəryan onun dəstəsi ilə hakimiyyət dəyişikliyinə ümid edir. Yeni siyasi qüvvə hesab olunan Rusiyalı milyarder Samvel Karapetyanın İrəvanda Kreml missiyasını icra etdiyi sir deyil. Paşinyanın kilsə ilə mübarizəsində də Rusiya Qaragin dəstəsinin yanındadır. Paşinyan seçkidə mümkün riskləri müxalifətin bağlı olduğu ölkədə həll etmək istəyir. Hərçənd görüşdə Putinin səsləndirdiyi fikirlər fonunda buna nə qədər nail olduğunu demək çətindir. 1. Putin Ermənistanda fəaliyyət göstərən bütün siyasi qüvvələrin seçkidə iştirak etməsini, həmçinin Rusiyada yaşayan 2 milyon erməninin də səs vermə hüququnun təmin edilməsini istəyib. Moskva bununla seçkidə Rusiyapərəst qüvvələrin yanında olduğunun mesajını verib. 2. Rusiya prezidenti İrəvan və Brüssel arasındakı təmasları normal qarşıladıqlarını bildirsə də, əlavə etdi ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında olduğu halda Avropa İttifaqına üzvlüklə bağlı müzakirələri qəbul edilməzdir. 3. Putin həmçinin Rusiyanın Ermənistana verdiyi dəstəyi xüsusilə qabardıb. Qazı aşağı qiymətə satdıqlarını bildirib. Ticarət dövriyyəsinin 6 milyard dolları örtdüyünü vurğulayıb. Rusiya-Ermənistan ticarət dövriyyəsinin 6 milyard dollara çatması reeksport prinsiplərinə təkrar ixraca əsaslanır. Bunun da əsas səbəbi 2022-ci ildə Ukrayna müharibəsinin başlanmasından sonra Rusiyanın üzləşdiyi sanksiyalardır. 2021-ci ildə 2,6 milyard dollar olan ticarət dövriyyəsi 2022-ci ildə fantastik həddə 91,7% artaraq 5,5 milyarda, 2023-cü ildə isə 7,4 milyard dollara çatıb. Sonrakı illərdə də artan xətlə davam edən ticarət dövriyyəsi Ermənistanın Rusiya sanksiyalarından yayınmaq üçün verdiyi dəstəyin nəticəsidir. Qərb ölkələri bunu görsə də susmağa üstünlük verir. Putinin Paşinyana verdiyi mesajları belə oxumaq mümkündür. Ermənistan sanksiyalardan yayınmaq üçün Rusiyaya verdiyi dəstəyə görə ticarət dövriyyəsi artsa da, Moskva İrəvanda hakimiyyət dəyişikliyində maraqlıdır və bu məqsədlə Rusiyapərəst qüvvələrə dəstək verəcək. Paşinyan da Rusiya ilə münasibətlərdə maraqlıyıq desə də, Putinə mübarizə aparacaqlarının təslim olmayacaqlarının mesajını çatdırır. Paşinyan üçün ürək açan olmayan görüşdə səslənən fikirlər, xüsusilə Putinin dedikləri Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsi kimi qiymətləndirilə bilər. Kreml açıq mətinlə seçki prosesinə müdaxilədən çəkinməyəcəklərini elan etdi. Ermənistan hakimiyyəti Rusiyanın gözlənilən müdaxiləsinə qarşı Qərbin dəstəyinə ümid edir. Avropa İttifaqının Moldova ssenarisini Ermənistanda təkrarlamaq məqsədi ilə İrəvana xüsusi missiya göndərmək planı da bunu deməyə əsas verir. Ermənistanda hakimiyyətlə müxalifətin toqquşmasına, nəticədə siyasi azadlıqların pozulmasına Qərbin sərgilədiyi yumşaq siyasət də bundan qaynaqlanır. Qərb ölkələrinin yanaşması da Rusiya kimi Ermənistanın daxili siyasətinə aktiv müdaxilə hesab oluna bilər. Və belə görünür ki, Ermənistanda Rusiya və Qərb qarşıdurması güclənəcək. Ermənistan de facto Qərb-Rusiya toqquşmasının poligonuna çevrilib. Ukraynada hərbi müstəvidə üz-üzə gələn tərəflər Rusiya və Qərb Ermənistanda soyuq müharibə prinsipləri ilə toqquşur. Bu, Ermənistan üçün mənfi perspektiv vəd edir. Xüsusilə seçki ərəfəsində və seçki sonrası dövrdə daxili qarşıdurmaların kəskinləşməsi riskləri getdikcə artır. Ermənistanla bağlı vəziyyət, qarşıdurma poligonuna çevrilməsi Azərbaycanın həyata keçirdiyi siyasətin dövlət maraqları üçün nə qədər taleyüklü olduğunu da nümayiş etdirir. Prezident İlham Əliyevin bütün güc mərkəzləri ilə qurduğu əlaqələr ABŞ və Çinin timsalında həm qlobal oyunçular, həm Avropa İttifaqı və region ölkələri ilə milli maraqlara əsaslanan münasibətlər Azərbaycanı geosiyasi mərkəzə çevirib.
Ermənistanın blokadadan çıxması prosesindən asılı olmayaraq, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu xəttinin tikintisi artıq həyata keçirilir. Telegraf xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Avarçuk TASS-a müsahibəsində bildirib. O deyib ki, Vaşinqtonda Bakı-İrəvan sənədlərinin imzalanmasından cəmi bir neçə gün sonra Türkiyə Azərbaycan istiqamətində yol çəkməyə başlayıb. Averçukun fikrincə, Azərbaycan və Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin mövcudluğu onlar üçün ayrıca strateji əhəmiyyət daşıyır. O qeyd edib ki, bu layihənin ideyası Ermənistanın blokadadan çıxarılması mövzusu praktik müstəviyə keçməzdən xeyli əvvəl işlənib hazırlanıb. Azərbaycanın Naxçıvanın qərb hissəsində Türkiyə ilə çox qısa, təxminən 17 kilometrlik olan sərhədi var. Bu məsafə birbaşa dəmir yolu çəkərək Azərbaycanı Türkiyə ilə bağlamaq üçün kifayətdir. Bunun üçün həmin sərhəddən Türkiyənin Qars şəhərinə qədər 224 kilometr uzunluğunda yeni dəmir yolu tikilməlidir. Rusiya rəsmisi əlavə edib. Baş nazir müavini diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycanda bu layihə üzrə çoxdan hazırlıq işləri aparılır, texniki sənədlər hazırlanıb, müvafiq danışıqlar aparılıb. Layihəyə təxminən 2,8 milyard Amerika Birləşmiş Ştatları dolları ayrılıb. İki xəttin tikilməsi planlaşdırılır ki, bu da ildə 15 milyon ton yük və 5,5 milyon sərnişin daşınmasına imkan verəcək. Averçukun sözlərinə görə layihə çərçivəsində çoxlu sayda körpülər, estakadalar, tunellər, yeraltı keçidlər və digər mühəndis qurğuları tikiləcək və bu müasir dəmir yolu olacaq. Bundan əlavə, birbaşa yolun üstünlüyü ondadır ki, Türkiyəyə çatmaq üçün 2 deyil, yalnız bir beynəlxalq sərhəd keçmək lazım gələcək. Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Kremldə keçirdiyi görüşdə bildirib ki, o İrəvanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına qarşı şikayətlərindən xəbərdardır. Ancaq Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının prosesə müdaxilə edə bilmədiyi aydındır. Putin ilk dəfə deyil ki, Paşinyanın Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımasını qəribə hal kimi dəyərləndirir. Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Həqiqətən Nikol Paşinyan Avropa Siyasi Birliyinin Praqada 2022-ci ilin oktyabrında keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Paşinyanın bu qərarı Putində az qala şok effekti yaratmışdı. Putin sonraki açıqlamalarında ona işarə edirdi ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Rusiya sülh məramlılarının Qarabağda fəaliyyətinə son qoydu. Putin hətta açıqlamalarının birində söyləmişdi ki, Rusiya uzun illər Qarabağda referendum keçirilməsi təklifini dəstəkləyib. Putin bununla demək istəyib ki, Paşinyan Kremlin Qarabağla bağlı planlarını pozdu. Belə çıxır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin Rusiyalı hərbçiləri Qarabağdan çıxarmayacaqdı. Halbuki rəsmi Bakı sülh məramlıların 5 ildən çox bölgədə qalmasına razı deyildi. Rusiya prezidenti Paşinyanla görüşdə ona bir neçə mesajını da çatdırıb. Birincisi, Putin deyib ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa Birliyinin üzvü ola bilməz. Paşinyan ikisindən birini seçməlidir. Putin, Avropa Birliyinin standartlarının Avrasiya İqtisadi İttifaqı standartlarından fərqli olduğunu Paşinyana xatırladıb. İkincisi, Putin, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın İrəvan və Bakı arasında münasibətlərinin yaxşılaşdırılmasında fəal iştirakını qeyd edib. O, bunun yaxşı və ya pis olmasını söyləməyib, sadəcə deyib ki, Trumpın çalışmalarından xəbərdardır. Üçüncüsü, Putin Ermənistanda parlament seçkisi öncəsi siyasi partiyalar arasında mübarizəni diqqətlə izlədiyini bildirib. Rusiya prezidenti deyib ki, gərgin mübarizə iki ölkə arasında münasibətlərə mənfi təsir etməməlidir. Bu sözlərdə Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır, çünki məhz Paşinyan və onun nazirləri çıxışlarında radikal müxalifətin Rusiya ilə bağlılıqlarına işarə edirlər. Paşinyan geri qayıtdıqdan sonra Putinlə görüşün müsbət nəticələrindən danışacaq. Halbuki Putinin Paşinyanla görüşündə səsləndirdiyi fikirlər Kreml sahibinin Ermənistanın baş nazirinə isti münasibətinə dəlalət etmir. Misal üçün, Putin Rusiyada yaşayan 2 milyon erməninin Ermənistanda səs vermə hüququna malik olmasını istəyib. Paşinyan bunun mümkün olmadığını deyib. Putin Rusiyada yaşayan ermənilərin Paşinyanın partiyasına səs verməyəcəyinə görə belə bir təkliflə çıxış edib. Putinin Ermənistanda parlament seçkisi öncəsində dostu və Paşinyanın rəqibi eks-prezident Robert Köçəryanı da Moskvaya dəvəti istisna deyil, politoloq bildirib.
Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə Ermənistana göndərilməsi hər kəs üçün faydalıdır və bunu daşımaların həcminin artması da sübut edir. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Avarçuk deyib. Rusiya dəmir yollarının mütəxəssisləri cəmi bir neçə gün ərzində Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana daşınması barədə razılığa gəliblər. 30 ildən sonra Ermənistana dəmir yolu ilə gələn ilk taxıl Rusiyanın olub. Artıq gübrələr gəlməyə başlayır. Daşınan yüklərin çeşidi genişlənir. Bu, hər kəs Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan üçün faydalıdır. Baş nazirin müavini bildirib. Avarçuk iddia edib ki, Rusiya hökuməti ölkələr arasında ticarətin inkişafında və yük axınının artırılmasında maraqlıdır. Avrasiya İqtisadi Birliyinə üzv dövlətin blokadasının aradan qaldırılması ilə bağlı çox konstruktiv və effektiv əməkdaşlığa görə Azərbaycan və Gürcüstana minnətdarıq.